Hamıya salam. Bugün sizlərlə Cənub mətbəxindən olan balıq ləvəngisinin hazırlanma qaydasını paylaşacağam. Özdə tıxsız ləvəngi. Ləvəngi üçün ən gözəl seçim kütün balığıdır. Çalışın kütün balığının dişisini alın. Dişi balıqlar daha enli olur, erkəklər isə ensiz. İlk öncə balığın qarın hissəsindən bıçaq vasitəsilə əti ilə dərisini ayırırıq. Kiçik bir hissəni ayırmaq kifayətdir. Açdığım bu deşikdən barmağımı salıram və balığın dərisi ilə əti arasında barmağımı gəzdirərək ətlə dərini ayırıram. Balığın dərisi ətindən rahatlıqla ayrılır. Sadəcə üzgəclərə çatan zaman ilk öncə barmağınızla bu formada ətini üzgəcdən ayırın, daha sonra davam edin. Əks təqdirdə dərini cıra bilərsiniz. Balığın gövdəsinin dərisindən ayırdıqdan sonra baş hissəsini arxaya doğru əyərək sümüyün sındırırıq. Daha sonra ətindən ayırırıq. Kürək hissədə olan üzgəci də həmçinin əlimizlə ayırıb, daha sonra ehmalca quyruğundan dərini sıyırıb çıxardırıq. Sadəcə mən burada biraz tələsdim və quyruqda olan üzgəci yadımdan çıxdı və gördüyünüz kimi dəri cırıldı. Amma yaxşı ki, elə böyük bir cırıq olmadı, onu da balığın içərisini doldurarkən tikib düzəldəcəm. Quyruğun ən aşağı hissəsinə çatan zaman isə bu formada kəsirik və budur, dərimiz bütöv çıxmış olur. Dərini bir kənara qoyub başlayıram əti sümükdən ayırmağa. Əti sümükdən yenə də barmağımla ayırıram. İlk öncə içərisində qalan qəlsəmə sümüklərini çıxardıram. Daha sonra kürək hissədən ətini ayırmağa başlayıram. Bildiyiniz kimi balığın əti çox yumşaqdır və sümükdən asanlıqla ayrılır. Bu mərhələdə də heç bir çətinliyiniz olmayacaq. Əti sümükdən ayırdıqdan sonra üzərinə xırda qılçıqlarını təmizləyirəm. Əslində balığın hər yerində xırda qılçıq olmur. Bu qabırğa hissəsi gördüyünüz kimi onsuz da təmiz olur. Kürək hissəsində isə qara ətində yox, içəri olan ətində qılçıqlar olur. Onu da əti ortadan ayırıb rahatlıqla təmizləyə bilərsiniz. Bir də quyruq hissədə ehtiyatlı olun, orada qılçıqları artıq olur. Bu xırda sümüklərə qılçıq da deyilir, tıx da deyilir. Bəs sizin bölgədə necə adlanır? Və budur. Cəmi yarım saatın içərisində balığı bütövlükdə təmizlədim. Bu orta sümüyü, bu da xırda qılçıqları. Və bu qədər də əti çıxdı. Yəni balığı bu formada təmizləyəndə düşünüldüyü kimi heç də itkiyə falan getmir. Balığın ilk öncə ləvəngisini hazırlayacağam. Ləvəngisi üçün 200 qram qozdan istifadə edirəm. Qozu ət çəkən maşının xırda gözündən keçirdirəm. Qozdan sonra isə 300 qram qırmızı soğanı ət çəkən maşından keçirdirəm. Burada soğan miqdarı qoz miqdarından artıq olmalıdır ki, suyu çıxdığı zaman soğan hardasa yarı-yarıya azalır. Soğanlardan sonra ət maşınından balığın ətini keçirdirəm. Ət çəkənlə artıq işim bitdi, keçirəm ləvəngiyə. Az əvvəl çəkdiyim soğanları tülbəndin üzərinə əlavə edib, möhkəm sıxıb bütün suyunu çıxardacağam. Soğanın suyunu sıxdıqdan sonra isə qozun üzərinə əlavə edirəm. Keçirəm ləvəngiyə əsas dadını verəcək olanlara. Mən burada həm alça turşusundan, həm də nar turşusundan istifadə etdim. Nar turşusunu da mən özüm evdə hazırlamışam. Bu nar turşusunu da mən özüm evdə hazırlamışam. Nar şərabla nar turşusu demək olar ki, eyni şeylərdir. Sadəcə olaraq nar şərabı narın suyunu qaynadaraq, turşusunu isə dənələrini bişirərək hazırlayırıq. Yəni sizdə nar turşusu yoxdursa, nar şərabdan da istifadə edə bilərsiniz. Ləvəngimin duzunu və qara istiotunu da zövqə görə vurub yoğururam. Duzu ehtiyatla vurun, çünki turşunun içərisində də duz var. Artıq ləvəngi hazırdır. Keçin balığın ətinə. Balığın ətinə sadəcə zövqə görə duz və qara istiot vurub qarışdırıram.
Əti dərinin içərisinə yığmadan öncə mən dərini soyarkən gördüyünüz kimi burada kiçik bir deşik açmışdım. Bu deşiyi tikib bağlayacağam. Dərini təmir etdikdən sonra ilk öncə quyruq hissəsinin ətini doldururam. Qalan əti də dərinin içərisinə yayıram. Hər tərəfində eyni miqdarda ət olmağına diqqət edin. Hazırladığım ləvəngini də əlimlə uzun sov forma verib balığın içərisinə yerləşdirirəm. Ləvəngilərini qoyduqdan sonra balığın üzərini örtürəm. Tikməzdən öncə isə ləvəngidən bir parça götürüb barmağımla balığın quyruq hissəsinə doğru itələyirəm ki, orada da ət quru qalmasın. Daha sonra sonacan balığın qarnını tikirəm. Tikdiyimiz zaman həm dağılma ehtimalı olmur, həm də bişərkən ləvəngisi çölə çıxmır və görüntüsü çox gözəl olur. Əgər videomu bura qədər izləmisinizsə, bəyənib like atmağı unutmayın. Əgər bu cür videolarla sizlərə fayda verə bilirəmsə, kanalıma abunə olaraq siz də mənə dəstək olun. Balığı tikmə işləmi bitdikdən sonra qalan ləvəngini də qəlsəmə hissəsinə doldururam. Son olaraq isə üzərinə alça turşusu sürtürəm. Mən bir gecə öncədən balığı bu formada hazırlayıb soyucuda saxlayıram və səhərsi gün bişirəndə dadı daha gözəl olur. Bişirmək üçün isə sobanın içərisində olan setqanın üzərinə yerləşdirirəm və sininin içərisinə çox az su əlavə edirəm. Beləliklə həm sinimi yanmaqdan qoruyuram, həm də ləvəngim daha yumşaq olur. 250 dərəcəli sobada qızarana qədər bişirirəm. Və budur, balığım hazırdır. Çox dadlı, çox iştah açıcı görünür. Və kəsib sizlər üçün içərisində göstərəcəm. Doğrudan da çox dadlı, çox ləzzətlidir. Üstəlik məclis süfrələri üçün idealdır.